Planetdə bu səhər şəhər adamında qonağımız əslində sizə yad adam deyil, bizə də yad adam deyil. Sabir Aslanovdur. Biz həmişə bu səyahətlərdən, motolardan falan danışırıq Sabir bəylə, amma bu dəfə tamam fərqli bir istiqamətdə söhbət edəcəyik. Niyə? Çünki Sabir bəy Bank Olmayan Kredit Təşkilatının əməkdaşıdır və Azərbaycanda biznes mühiti ilə bağlı vəziyyət necədir? Onun da deməyə bir neçə sözü var. Çünki o biznesmenlərlə, ümumiyyətlə biznes subyektləri ilə tez-tez ünsiyyətdə olur. Maliyyə sektorunda olduğu üçün. Nəsə bugün qəmgin gəlib bir balaca. Niyə? Nə başlayır? Valla mən belə hiss edirəm. Həmişə belə gülər üzlə gördüyümüz adam. Səhər görürəm elə bil ki, sahibkarlıqdan danışırıq. Elə bil nə qədər pul Mövzuya itirir. uyğun, yəni özümü aparmağa çalışıram. Xoş gəlmisiniz. Çox sağ olun, sabahınız xeyirli olsun. Həqiqətən mən sizin kolleksiya çox bəyənirəm. Çox sağ olun ki, dəvət edirsiniz. Maraqlıdır. Mənim üçün maraqlıdır sizin radioda iştirak etmək, danışmaq. Düşünürəm ki, ümumiyyətlə danışmaq lazımdır. Danışmaq lazımdır. Deyir, həqiqət danışdığımız zaman ortaya çıxır. Onun ki, danışaq, müzakirə aparaq. Həyat tək gəzmək moto deyil. Təbii ki, bunun arxa tərəfi problemlər, yəni ailədə olan məsələlər, işdə olan məsələlər, yəni gündəlik rastlaşdığımız neqativlər var. İndi biz də çalışmalıyıq ki, o neqativlər necə yan keçək, necə eləyək ki, o neqativi pozitivə çevirək. Əsas məsələdir. Yeri gəlmişkən, yəni nəzərə alsaq ki, heç də qlobal iqtisadiyyatda da vəziyyət yaxşı deyil. Bu neqativlərdən, bu xəbərləri görəndə və s. necə keçməliyik? Bu sizin məsləhətiniz nədir? Mən açığı deyim, son zamanlar ümumiyyətlə xəbərlərə baxmıram. Səmimi deyim. Sanki mən qapanmışam öz dünyamda. Bu səyahət moto. Çünki o xəbərləri oxuyursan və heç nə edə bilmirsən. Maraqlısı odur da. Yəni dünyada zəncir pozulub. İşgüzar zəncir, təchizat zəncirimi deyim, biznes zəncir fərqi pozulub. Ona görə də mən heç nə eləyə bilmədiyim üçün onu oxuyub daha neqativə və özümdə hansısa bir ideyalar, neqativ ideya formalaşdırırsa, ondan sonra oxumayım, baxmayım. Yəni öz ölkəmə aid məsələləri oxuyuram, baxıram ki, nə verir, nələr olur, iqtisadiyyatımızla bağlı, sosial durumla bağlı. Başqa dünya xəbərlərinə baxmıram. Yəni, inanmıram, dünya siyasətinə inanmıram, inamım itib. Bəs yaxşı traderlə əgər məşğul olsaydınız, siz səhim və s. məcbursunuz oxumaq bu xəbərləri. Əgər olsaydım, bəli. Çünki bugün bilirsiniz necə, traderlərin qazancı və yaxud uduzması o bizim əhəmiyyət saymadığımız məsələlərdən ibarətdir, əslində qalsa. O da onu göstərir ki, biraz bu dayanıqlı deyil də. Yəni tutalım hansısa böyük bir tanınmış Amerikalı bir şəxs nəsə dedisə, o gün mən yata bilmərəm. Hansısa bir tutam səmləri satmaq lazımdır. Yəni, bu biraz çətindir. Mən onunla məşğul deyiləm. Mənim biznesim yoxdur. Mən maaşa işləyən bir əməkdaşam. Amma biznesmenlərdən mütəmadi ünsiyyətdə olan bəlkə də onların vəziyyətini görür, biznes qurmur. Əslində qalsa düz deyirsiniz. İndi onu izah edəcəm. 17 ildir Bank Olmayan Kredit Təşkilatında çalışıram. Kiçik mütəxəssisdən, indi idarə heyətinin üzvüyəm. 17 il bizim təşkilat kiçik və orta biznesi maliyyələşdirir. Bir maliyyə alətləri təqdim edirik. Və mən hər növ müştəri ilə ünsiyyətdə oluram. Onların problemlərini başa düşürəm, onları istiqamətləndirməyə çalışıram, maarifləndirməyə çalışıram və təbii ki, bu proses zamanı hansısa problemlərlə rastlaşırıq və onun həllini axtarırıq, həllinə gedirik. Yaxşı, nə istəyir bizim sahibkar? Təbii ki, sahibkar nə istəyir? Qazanc, rahat qazanc. Onu hamı istəyir. Onu əməkdaş da istəyir, rahat qazanc, sahibkar da istəyir. Amma indi o rahat qazancı rahat əldə edirmi? Bax, o sualı yaranır. Bax, məsələ budur. Deməli, bu isinmə mərhələsi idi. İndi keçək əsas istiqamətə. Sizlə bayaq 5-6 dəqiqə bu mövzuda söhbət etmək imkanımız oldu. Siz yaxşı bir ifadə işlətdiniz. Nisiyə məsələsi. Qeyd etdiniz ki, sahibkarlar nisiyə işləməməlidir. Və bir maraqlı məqamı da vurğuladı ki, ölkə iqtisadiyyatının necə olması ilə bağlı sən əsas 2 nəfərdən soruş. Onlardan biri bankda işləyən adam olmalı, maliyyə sektorunda işləyən adam olmalıdır. Bir də market sahəsində, bu ticarətdə işləyən adam olmalıdır. Yəni sən təbillə desək ki, FMC sahəsində də, yəni daha çox. FMC B2C, B2C, business to customer. Yəni bəli, mən onunla razıyam.
bu gün real ölkədə durumu əgər hansı bir bilmək istəyirsinizsə, dükanda satıcıdan soruşun, yəni dükan sahibindən soruşun ki, dövrə nə qədərdir? Düşübsə, alver necədir? Alver necədir? Düşübsə, deməli insanların imkanı düşüb və maliyyə sektorunda çalışan müştərilər ödəniş edə bilirlərmi? Ödəniş qabiliyyəti necə düzəlibmi? Problemlər artıbmı? Bəli, onlar əsas mən düşünürəm ki, bizim bütün dünyada bu əsas indikatordur. Real, praktik tərəfdən danışsaq. Təbii ki, çox sahələr var da. Bu şadlıq sarayı da ola bilər, bərbərxana da ola bilər. Yəni sözüm odur ki, B2C. B2C. Hətta coffee shoplar hamısı. Yaxşı, gəlin bu nisiyə məsələsini biraz açaq. Nədir çatdırmaq istədiyiniz mesaj? Rəhman müəllim, siz lap ortadan başladıq. Yaxşı, gəlin keçək əvvəl. Onu mən gəlib çıxmaq istəyirdim. Ümumiyyətlə bizim mövzumuz nədən oldu? Sahibkar, əməkdaş arasında münasibətlər. Hal-hazırda mən sahibkarları qulaq asıram. Sahibkarlar bütün əməkdaşlardan gileylənir. İşini yaxşı görmürlər. Yəni rahat olmuram, gecəmi gündüzə qatıram, yata bilmirəm rahat. Əməkdaşa tapşırsan, əməkdaş işi bacaranmır, rahat istirahət eləyənmir. Yəni sanki sahibkar elə bil üzr istəyirəm sizdən, ölənə qədər bu biznesin üstündə yatmalıdır. Yəni yükü daşımalıdır. Bəli, bu pis faktordur. Gəl indi əməkdaşdan sorsa, əməkdaş da deyir ki, qardaş, sahibkar məni yaxşı dəyərləndirmir, pul yaxşı vermir, maaşımı vaxtında vermir. Hə, bunların hər ikisinin həqiqəti var. Bu realdır. Amma ümumi götürsə bu problemin mənbəyi nədəndir? Bir dənə mənbəyi var. Pul. Maliyyə. Pul olanda davalar olmur. Necə ailədə? Yəni hamı xoşbəxt. Bəli. Bax ailə götürək. Bir ailədə görsən xoşbəxtdir, gəzirlər, ər-arvad, uşaqlar. Bilin ki, o ailənin pulu var. Əgər görsəz ki, yox, yoldaş qadın kişidən gileylənir, kişi qadın, bil ki, bu ailədə pul problemi var. Yəni kişi deyirsən qənaətçil deyirsən, qadın da deyirsən mənə falan şey almadın, dəyərləndirmirsən. Hə, bax, burada məsələ puldandır. Hər bir şeyin kökündə puldur. O dediyimiz sahibkar əməkdaş arasında olan məsələ pulla bağlıdır. Hə, indi o pul niyə yaranır bu? Nə üçün bu yaranır? Yəni hamının öz həqiqəti var. Hə, onda gəlib çıxırıq siz dediyiniz məsələlərə. Bəli, bu gün təəssüf olsun ölkəmizdə biznes sistemi, biznes quruluş sistemi tam olaraq formalaşmayıb. Yəni sahibkar əməkdaş arasında sahibkar biznes münasibətləri tam olaraq formalaşmayıb. Yəni biraz düzgün formalaşmayıb da. Bunun da günahkarı düşünürəm ki, təbii ki hamı da var. Tək sahibkarda yox, əslində qalsa işçidə də günah var, sahibkarda da var. Çünki biz nisiyəyə meylliyik. Bugün bir söz yadımdadır, həmişə dükanda deyir, nisyə alver edən adamın aqibəti ömür boyu problemin içində olacaq. Baxın da, bugün ailədə olan problemlər olan ailə xoşbəxt yaşaya bilməzlər. Sahibkar da onun kimi. Əgər onun maneə törədən problemlər sayı çoxdursa, yəni təsəvvür edin də pul azdır bir tərəfdə. İkinci işə gecikir, çünki saymamazlıq eləyir, pulunu vaxtında almır. Onu artıq sahibkarın ikinci problemi çevrilir. Sonra əməkdaşın ailə problemi, pulu olmadığına sahibkarın qapısını döyür, sahibkar da verə bilmir o pulu. Avansı mı deyim, yardımı mı deyim, onda münasibətlər korlanır. Təsəvvür edin, görün nə qədər sahibkarın ətrafında bir dənə vəsaiti ödənişi vaxtında etmədiyi üçün görün nə qədər problemlər yaranır. Və o problemə düşən insan ondan çətin çıxır. Yəni niyə çətin çıxır? Çünki sahibkar nəyə fikirləşməlidir? Biznesin genişlənməsini, satışı artırması. İndi o problem qalır. O deyir ki, ay Allah, bir dənə bu problemlərimi həll edeyim. Və ilişir, qalır bu problemlərin içində. Biz bir ailəyik. Məsələsi hara getdi? Nə oldu? Bir balaca çətinlik yaranan kimi hamı bir-birindən küsdü. Bu insanın təbiətindədir. Təəssüflər olsun. Yəni insan belə formalaşıb. Siz dediniz məqamlar elə idi ki, hamıda o problem var idi da, ətrafda, qonşuda da o var idi, hamı bir tikə çörək bölüşürdülər. İndiki zamanədə o yoxdur. Yəni bu dəyər itirdi. Bəli. Və indiki zamanədə tam hansı bir ailə başqa bir ailəyə baxır, görür ki, onlar xoşbəxt, rahatdır, amma içini bilmir çöldən. Və o da insanda biz necə qıcıq formalaşdırır, negativi gəlir, yoldaşına deyir, yoldaş ona deyir, problemlər üzləşir. Başa düşürsüz? Hamı bir-birində səhv axtarır. Bax, nə vaxt insanlar bir-birində səhv axtarırsa,
Bu sahibkara da aiddir. Fərqi yoxdur. Bu bir cəmiyyətin balaca formasıdır da. Yəni ailə də bir cəmiyyətin balaca formasıdır. Sahibkar da işdir, işçilər də, əməkdaşlar da, bunlar da formasıdır. Hamısı ondan gəlib, ondan qaynaqlanır. Mən belə başa düşdüm ki, sonda biz bütün bu sahibkar və işçi arasında olan münasibətlərdə yaranan problemin hamısını sosial şəbəkələrə yıxacaq. Çünki sosial şəbəkələrə baxanda baxırsan, görürsən ki, misal üçün gözəl həyat və s. və axır nümayiş olunur. Bəzən olur ki, əməkdaşlardan kimsə, yəni mən bu digər sahibkar dostlarımdan eşitmişəm, müəyyən müddət yaxşı işləyəndən sonra düşünür ki, o da artıq özü sərbəst sahibkar rolu oynaya bilər. Deyək ki, bir portfel yığıb özü, müştəri portfel yığır, çıxır, başlayır müstəqil işləməyə. Amma bunun o qaranlıq tərəfləri var axı, hansı ki, əməkdaş onu görməyib. Yəni bu məsələlər də var və müəyyən bir müddət ərzində belə deyək də öz işlədiyi şirkətə problem yaradır. Yəni bu məsələ də var. Tamamilə doğrudur. Onun o problemdir və onun düşünürəm ki, həlli mexanizmi də var əslində. Bəli, siz deyirsiniz, bu gün hər kəs özünü ağıllı sayıb sahibkarlıqla işləməyə başlayır. Hamı heç kim əməkdaş olmaq istəmir. Bu hamısı məsuliyyətdən irəli gəlir. Yəni elə düşünürlər ki, hər şey asandır. Əslində qalsa, bu düşünürəm ki, etik tərəfdən düzgün deyil. Yəni sən işlədiyin yerdən çıxandan sonra o müştəriləri özündən aparmağı. Bu düzgün deyil. Və onu da anlamalısan ki, sabahsı gün sənin də əməkdaşın sənə qarşımda eləyəcək. İndi yaxşı, biz neyiniyək ki, bu hallar olmasın. Nisiyə satış olmasın. Əməkdaş çıxıb rahat hansısa bir MMC açıb tutalım bir günə biznesi qurmaq istəməsin. Onun həlli də var. Necə həlli var? Birincisi, bu iki cür həlli var. Düşünürəm ki, biri var insan daxilindən məsuliyyət məsələsi. Biz insanları inandırmalıyıq ki, məsuliyyətli olsun. Bu bir nömrəli. Ailədə, işdə fərqi yoxdur. İkinci məsələ isə biz əgər biznes ümumiyyətlə hər bir biznes pula arxalanmalıdır. Bugün mənim 100 manatım varsa, bax təsəvvür edin, mən praktik tərəfdən misallar gətirəcəm. Mənim 100 manatım var. Sizdən mən hər əvizdən bir 100 manat nisiyə mal götürürəm. Bax mənim 100 manatım var, artıq 1000 manatlıq nisiyə yığmışam. Və mən o mallarınızı belə deyim, əlavə dəyər qataraq satıram başqasına. O mənim pulumu ödəmədi. Mən sizin pulunuzu ödəyəcəm? Yox. Niyə? Çünki 100 manatım var axı, amma 1000 manatlıq mal almışam. Ödəməyəcəm. Deməli nə baş verdi? Siz nə qədər də düzgün işləsəz, mənim kimi sahibkarın ucbatından siz başlayacaqsınız axsamağa. Və mən də hansısa sahibkar tutalım, biznesi bir vaxt yaxşı getdi. İndi özünə bahalı maşın almaq qərarına gəldi. Mənim verdiyim 1000 manat, sizdən 1000 manatlıq mal aldım. Dəyər qatdım, 1200-ə satdım. 1200 manatı da getdi bahalı maşın aldı. Mənim pulumu vaxtında vermədi. Görün artıq biz bu ekosistemin hamımız problemin içinə düşdük. Bu hamısı nədən gəldi? Məsuliyyətsizlikdən. Yox, siz deyirsiniz, mən başa düşdüm, amma ortada müqavilələr var axı. Yəni mən əgər sizdən nisiyə də alsam belə o məhsulu, bir geri qaytarmaq üçün onun ödənişini aramızda müqavilə var. Müqavilədə əməl olunmayanda məhkəmələr var, müraciət edirsən və s. İndi hamısını izah edeyim. Baxın, hemen. Müqavilə təəssüflər olsun bizim ölkədə biraz formal xarakter daşımağa başlayıb. Yəni heç kim müqaviləni tam oxumur və eyni zamanda müqaviləyə riayət eləmir. İnsanlar sanki atdığı imzaya biraz hörmətsiz yanaşmağa başlayıblar fakt olaraq. Bugün deyirsiniz məhkəmə. Məhkəmə prosesi uzun çəkir. Təsəvvür edin də, bugün mən sizdən 100 manat alacağım var. O 100 manat mənə verəcəyinizin bugün 100 manat dəyəri var. Sabah artıq yoxdur. Yoxdur. Bəli. İndi sizə başqa bir misal deyim. Mən planlamamı qurmuşam. Hər ay sizdən 100 manat alıram xidmətimə görə. Düzdür? Sizcə hər ay mənə 100 manat ödəməkmi yaxşıdır? Siz sahibkarsınız. Və yaxud 8 ay ödəmirəm, 9 ay. 10-cu ay 1000 manat ödəyirəm. Hansı yaxşıdır? Məndən soruşursunuzsa, mən belə biznes adamı, sahibkar falan deyirəm. Məntiqlə belə mən 100 manat ödəmək daha yaxşıdır. Çünki siz planlamanızı qura bilirsiniz. Bilirsiniz ki, 100 manat hər ay alacağınız var, 100 manatın 20 manatı xərciniz var, 30 manat misal üçün qidadır. Planınızı qurursunuz və ona uyğun orqanik olaraq inkişaf edirsiniz. Amma təsəvvür edin, 9 ay sizə 100 manat daxil olmur, siz sıxıntıya düşürsünüz. Siz də məcbursunuz axı qidadır, işıq puludur, onu ödəməz. Gedirsiniz başqasına, eynisini tətbiq edirsiniz başqasına.
başqası da eyni bu, elə bir zəncir davam eləyir. Və sonra o 9 aydan sonra 1000 manat oturanda artıq siz elə bir problemləri həll eləmisiniz, kredit götürmüsünüz, maşınınızı satmısınız, nəsə onu ödədiniz, borcunuz. 1000 manat oturanda təbii ki siz düşünürsünüz ki, bu göydən düşən puldur. Gedirsiniz 1000 manatın 800 manatı səyahətə xərcləyirsiniz. Başa düşürsüz? Yəni bu məsələ də var. Planlama. Düzgün yəni planlama. Adam bir var ki, belə deyək də qazancdan xərcləyir, bir də var ki, dövriyyədən xərcləyir. Yəni bu bəzi bizdə sahibkarlar bunu da qarışdırırlar. Mayadan yeməməlisən. Aysa mayadan yeməməlisən. Dostlar, biz bu günləri Azərbaycanda ümumiyyətlə biznes mühiti necə yaxşılaşdırmaq və ümumiyyətlə əslində necə olmalıdır bu biznes mühiti? Səfər Aslanovla danışırıq. Bir daha xoş gördük sizi. Çox sağ olun. Xoş gəlmisiniz. Bax bu yağları söhbətimizin əvvəlində yeri gəlmişkən qaçanlar varsa narahat olmayın. Sonda YouTube-da tam olaraq videonu izləyə bilərsiniz. Planet FM YouTube səhifəsinə daxil olaraq. Nisiyə sahibkar satmamalıdır. Yəni bu məsələni dayandırmalıdır. Amma başqa cürdə olmur axı. Olur. Yəni anlayıram. Sən nisiyə satmasan, sənin rəqibin satacaq. Bax, məsələ budur da. Yəni bu gün o rəqib də xoşbəxt olmayacaq. Yəni mən düşünürəm ki, bütün dünyada sistem necə qurulur? Bir dənə film var, o 12 oturacaq 12 stuliyevdə. Yəni. Orada deyir, stul almaq istəyirəm, oturacaq. Deyir, almaqsan lap yaxşı. Səhər pulvu gətirsən, axşam stulunu. Axşam gətirsən, o biri gün səhər alacaqsan. Bu gün düşünürəm ki, Azərbaycanda biznes mühiti əslində qalsa normaldır. Yəni necə normaldır? Sən bir şirkəti qeydiyyatı 1-2 günə qeydiyyatı apara bilsən, şirkət qeydiyyatı salırsan. Yəni bunu dövlət tanıyır sənin şirkəti. Amma təbii ki, bir şirkət qeydiyyatı açmaqdan bir ideya, yəni şirkət fəaliyyətinə başlamır da. Bu birinci şirkətin fəaliyyəti beyində başlayır, ideyada və sonra sən axtarırsan müştəri, başlayırsan da bu öz yerində. Heç bir şey. Yəni nizami kapitalı tutalım 100 manatla açırsan şirkət, başlayırsan. Amma burada bir məqam var da. Əslində qalsa biznes dediyim kimi biznes mühiti normaldır. Çünki sən şirkəti rahat qeydiyyata sala bilirsən. Ondan da savayı sənin əlində alətləri var. Yəni sosial şəbəkə var, internet var, internet platformasında satış da edə bilərsən, azadsan. Üstəgər maliyyə alətləri var, sən kredit cəlb edə bilərsən, tutalım. Təbii ki, indi birinci təzə başlayan şirkətdə kredit az verilir öz yerində. Təbii bunun da riski var, bunun əsası var da. Yəni bu elə belə deyil. Və fəaliyyəti baş. Bu hər şey gözəldir. İndi gəldi B2B, bizneslə əlaqələr. Necədir? Bax, bir şirkət deyir ki, tamam mənə 100 manatda daşımaçılıq elə. Siz daşıma edirsiniz. Problem başlayır. Sənə aktları biraz ola bilsin vaxtında təsdiqləmir. Sən birinci aktları təsdiqləmək üçün arxasınca gedirsən, sonra təsdiqləyəndən sonra pulu gecə ödəyir və yaxud aylarla ödəmir və burada başlayır problemlər. Sən də təbii ki, əməkdaş saxlayırsan, sürücü yanacaq. Mən düşünürəm ki, bu biznes necə olmalıdır? Əgər siz məndən 100 manatlıq xidmət alırsınızsa, birinci 40 manatı avans kimi ödəməlisiniz. Və siz də deyirsiniz ki, mən Sabir, səni tanımıram axı, niyə avans ödəyim? Bəlkə xidmət verməyəsən. Həqiqətiniz var. Onda nə olur? Banklar işə girir. Bank sizə 40 manata qarşı qarantiya verir. Əgər Sabir sizin daşımaçılığınızı eləməzsə, 40 manatınızı geri alacaqsınız. Siz avansı 40 manatı köçürdünüz, sahibkar da ona uyğun işini tənzimlədi, işini görməyə başladı. 40 manatlıq işi görür, 60-a qədər görür, sonra təzədən 40 manatını alır sizdən, yenə həminki qarantiya və sonda işi təhvil verir, aktını təsdiqləyirsiniz, 20 manatını alır, hamı xoşbəxt. Bu yaxşı bir məsələdir, amma bir növ qarantiya məktubunda bankda misal üçün deyək ki, bankdan qarantiya məktubu istəyəndə, bank qarantiyası istəyəndə sənin hesabında mütləq pul olmalıdır, onu dondurur. Yəni bu məsələ də var. O düzgündür. Baxın, mən əgər bir iş qururamsa, mənim tutalım bir layihədə illik oturub hesablayıram ki, mənə lazımdır 100.000 manat vəsait. Mən artıq o pulla başlamalıyam işə. Anlayırsınız da? Yəni 1000 manatla işə 100.000-i layihəyə girməyimiz düzgün deyil də. 100.000-i qoymalıyam ortalığa. Bilməliyəm ki, Rəhman müəllimə mən 1000 manatlıq xidmət alacamsa, mənim 1000 manatım donacaq, sizdən xidmət alacam, donacaq və biznes real pul əsasında dövr eləyəcək. Fəaliyyətini göstərəcək. Bu düzgün yanaşmadır. Belə də olmalıdır. Yəni pulun yoxdursa qardaş, sən üzr istəyirəm, nəyə arxalanıb biznes qurursan? Bax siz bir söz deyəcək, əməkdaş oğuruyur
Müştəriləri. Qardaş, pulun yoxdursa, sən hansı biznesmensəni? Biri var ki, sənin o qədər güclü talantın ola bilər ki, sən öz kapitalın, sənin ilkin kapitalın sənin beynindir. Biz onu müzakirə eləmirik. Konsalting şirkəti açırsan öz beyninlə. Amma yenə də hər şey pulla, garantisi pulla olmalıdır. Hər bir şirkətin göstəricisi sağlamlığı onun likvidliyidir. Pulun yoxsa qardaş, sən sağlam şirkət deyilsən. Amma belə bir tendensiya var da, hamının sıfırdan başlamaq kimi bir şansı var. Şansı ola bilər ya, amma mən bu bəxt mənasında demirəm, yəni bəxt olmalıdır. Bəxt olmalıdır. Necə yəni sıfırdan başlayırsansa bilirsən ki, baba gördünüz, yenə də TikTok və Instagram trendlərindən son zamanlar baxıb, hamının sıfırdan şans qurmaq, işdə. Hər halda hamının atasından, dayısından ona pul qalmır. Amma mən sıfırdan qurmuram, sizi işinizə ziyan vururam axı. Bəs yaxşı özün maliyyə baxımından necə təmin eləsin? Qardaş, üzr istəyirəm, əməkdaş kimi başlasın. Niyə hamı sahibkar kimi olmalıdır? Əməkdaş kimi başlasın, maaşı yüksək olanda, pulunu yığanda 100 min tutalım, kredit götürmək qabiliyyəti olan sonra 100 mini qoysun şirkətinə, bir illik planlamasını, büdcəsini tutsun, işə başlasın. Yəni hər bir sahibkarın ən azı 3 aylıq ehtiyatı olmalıdır. Minimum. Yəni 3 ay ehtiyatı yoxdursa, bu artıq birinci ay Rəhman müəllimlə pul almırsa, axsamağa başlayırsa, bu artıq sahibkar deyil. Bu bir problemdir. Bu öz-özünü ziyana salmaq. Əlbəttə. Əməkdaşlar və üzrsən burada çox problemlər yaranır. Problemlər odur. Yəni ehtiyat bu gün bax sizə bir söz deyim də, adi bir misal deyim də. Siz elə hamısı mənə deyirsiniz. Sən sahibkar olmaq istəyirsən. Mən avraca aparıcıyam. Siz aç rəngini belə ağ rənglə geymisiniz. Ona görə siz elə işığa baxıram. Belə fikir xoş. Məndə tündür. Xoş sözləri cavabda deyirsiniz. Tənqid lazım oldu belə çalışırsınız. Zarafat edirəm. Təbii zarafat edirəm. Baxın da bu gün siz maaşa işləyirsiniz. Mən maaşa işləyirəm. Mənim kartımda 100 manatım varsa və ayın sonuna 3 gün varsa, siz xoşbəxt olarsınız. Yəni rahat hərəkət edərsiniz. Yoxsa kartınızda 5000 manat var, 5100 manat var və aya 3 gün qalıb. Təbii ki 5100. Niyə? Çünki siz planlamanızı elə qurmusunuz. Allah eləməsin, səhər gün nəsə lazım olur, sizin pulunuz var ki xəstəlik də ola bilər və yaxud işdən də çıxa bilərsiniz. Başa düşürsünüz? Planlamanı. Mən o 5000-i tapmamışam. Mən onu yığmışam. Yığa ki mənim ehtiyatım olsun. Ki elə bir məqama çata bilərəm. Mənə pul ehtiyacı ola bilər və mən qapı-qapı gəzməyim. Bugün sahibkarlarda bu problem var. Siz pulu çatmır, gedir başqasından nisiyə mal alır. O da getdi. Zəncir qırıldı. Sonra kreditini vaxtında ödəmir, tarixçəsi korlanır. Bank da onun dəstəyi verməyəcək artıq. O da getdi. Yəni bütün qapılar bağlanır. Və burada əsas məsələ və məni xoşbəxt edən bir məsələ var ki, nə yaxşı ki bank sponsorumuz yoxdur, rahat bank faizləri haqqında da sizdən soruşa bilərəm. Niyə bizdə bank faizləri xüsusi olaraq bu qədər yüksəkdir? Razıyam. Bəli, amma onun səbəbi var da. Yəni bu elə belə deyil də. Tutam, mənim keyfim çəkir 50%-lə satıram. Yox. Onun səbəbi var. Səbəb nədəndir? Birisi də maliyyə təşkilatı, bankdır, bank olmayan kredit təşkilatı. Bunlar pul çap eləmir ki və pul istehsal eləmir ki. Onlar da pulu hardan salırlar. Bəli, pul da bir əmtəədir də. Sizin tutalım əmtəəviz, nə bilim, telefon satırsınızsa, mənim də əmtəəm puldur. Pulun mənbəyi var. Mənbəy hardan formalaşır? 1. Əhalidən depozit olaraq. Bugün depozitin faiz dərəcəsi necədir? 9-11. 9-11, bəli. Yaxşı, mən 9-11-ə faizə Rəhman müəllimə pul alıramsa, neçə ilə verməliyəm? Qazanmaq üçün ən azından bir 14%-lə verməlisiniz. 14 yox, 16, 17. Çünki əməliyyat riskləri də götürürəm. Rəhman müəllim, mən tutalım sizə kredit verdim, siz ödəməsəz, Rəhman müəllimin o aidiyyəti yoxdur. O hər ay 11%, illik 11%-ni istəyir. Çünki mənim risklərim var, mənim əməliyyat xərcim var, mənim nə qədər xərclərim var. Ona görə mən də 16, 17 ilə satıram. Boklarda isə depozit almaq imkanı ümumiyyətlə yoxdur. Boklar da banklardan alırlar, tutalım 15%-nə, 16%-nə, üstünə 5-6%-ni qoyub 22 ilə də satılır. Bəs indi Cavidin bayaq bir misal oldu, müqayisəsi oldu. Avropa ölkələrində və digərində Avropa olmasa digər. O da depozitlərin faizi aşağıdır. Yəni bu arada onu da bildirim sənə, amma səbəb nədir? Bax onu soruşdum. Mən onu deyim də. Səbəbini istəyərdik. Ümumiyyətlə Avropada birjalar, biznes o qədər şaxəlidir ki, insanlar pulunu
şirkətlərin səhmlərinə yatırırlar. Və yaxud bizdə nə edirlər? Ya ev alır əsasən, Aha. və yaxud banklar cəlb edir, əhalidən o pulu yığır, yüksək faiz təqdim edir. Bank Avropada isə orada faiz dərəcə depozitinin hətta bəzi hallarda mənfidir. Yəni siz bu gün 100 manat qoyursunuz, ilin sonunda 99 manat olur o. Və ona görə də insanlar öz pulunu bir müvəqqəti saxlamaq üçün deyir ki, tamam, seyfində saxlamaq üçün təhlükəsiz yerdə razıyam. Amma mənim puluma heç nə olmasın. Və banklar da üstünə 4% xidmət haqqısını qoyur, öz karını satır 4%-lə biznesə. Bəli. Ona görə belədir. Başa düşürsən? Və orada biznes o qədər çoxdur ki, insanlara sərf eləmir depozitə pul yatırsın. Onlar yatırırlar bizneslərə. Pul daim dövriyyədədir. Daim dövrə səhmlər alırlar, fondlara yatırırlar. Başa düşürsüz və o fondlar onlara daha çox gəlir verir, nəinki depozit. Bizdə hələm də balışın altında pulu saxlamaq üstünlük verirlər. O balışın altında pul olduğu üçün də bizdə banklar deyir, gəl 11% pul verin, ver mənə. Ver mənə, çıxar o balışın altında. Başa düşürsüz? Amma Avropada balışın altında deyil. Bəs yaxşı, bank bokla bankın, yəni fərqini biz bilirik. Yəni bir hallarda siz açıqlama verirsiniz. Amma niyə müştərilər yəni bokda müraciət eləməlidir, banka yox? Yəni üstünlüklər nədir? Əslində qalsa, belə deyim, bankda biz də pul satırıq. Bokdan bankdan özümüzü götürək. Fərqimiz nədədir bizim? Biz daha çevikik. Yəni biz qərarı tez verə bilirik, biznesi tez analiz edə bilirik və o banklar böyükdür də. Ondan asılı olmayaraq bankda daha çox prosedur qaydaları var. Yəni bürokratiya daha çox. Bürokratiya, yəni bu tələbdir, vacib amildir əslində qalsa ölçü. Biz isə qərarı tez vermək, biz tez analiz elədik, maliyyə göstəricəyə baxdıq, kredit ödəniş qabiliyyətini çıxartdıq və tez komitəyə çıxardırıq və müştərinin real tutalım hansısa bir məsələdə tam çatışmayan sənədi varsa vaxt veririk, alırıq, müştərinin biznesinə uyğun möhlət verə bilirik, ödəniş cədvəli tərtib edə bilirik. Başa düşürsüz? Bunlar olduğu üçün bizim çevikliyimiz bunda olduğu üçün mən düşünürəm ki, bizə müraciətlər var bütün sahədə. Yəni bizdə müştərilər var ki, top banklarda olan müştəridir və bizim də müştərimizdir. Biz onlarla işləyirik. Bizim dediyim kimi çeviklik, təbii ki, şəffaflıq hər yerdə qorunmalıdır. Çeviklik müştərinin biznesinə uyğun qərarlar veririk və ona daha uyğun ödəniş qrafikini təqdim edirik. Maraqlı bir məqam var. Bayaqdan danışırıq elə biznes subyektlərindən, oradan, buradan. Amma biz bəzən bu tənginəfəs olan, boğulan sahibkarları görürük. Yaxşı, necə bir mühit yaradaq, necə bir mühit formalaşmalıdır ki, sahibkar boğulmasın? Burada həm biznesin yanaşmasını bir danışaq, bir də dövlət bunu necə tənzimləyə bilər, hansı alətlərlə tənzimləmək, qanunvericilikdə edilən dəyişikliklərlə tənzimləmək mümkündür və hansı ölkənin modeli bu baxımdan bizə daha yaxındır? Valla Rəməm, hansı ölkənin modelini götürsək, təbii ki, inkişaf etmiş ölkələrin modelini götürməli. Çünki zaten o təcrübəni keçib. Sahibkar boğulur. Boğulmağın da səbəbləri özündən də asılıdır və özündən asılı olmayan səbəblər var. O nə bankdan götürdüyü kreditə görə boğulmur, açığı deyim. O sadəcə planlamasını düzgün aparılmayıb. Girişini, çıxışını tənzimləməyib. Onun ətrafda o qədər problemlərə formalaşıb ki, bu insan işinə fokuslana bilmir. Yalnız başını o problemlərin həllinə. Yəni problemli insan hansı inkişafdan danışa bilər? Bax bunu kimidir. Bunun həlli nədədir? Bunun həlli təbii ki, bir dənə həlli var. Sağlam mühit ən əsası nədir? Pul dövriyyəsi. Pul vaxtında dövr eləməlidir. Sənəddə yox. Sənəddə hamı milyonerdir. Reallıqda cibə baxsaq pul yoxdur. Burada bir hallar siz dediniz ki, dövlət bu məsələyə qarışmalıdır. Mən düşünürəm ki, dövlət necə qarışmalıdır ki, baxın, bu şirkət qeydiyyatı ilə bağlı ümumiyyətlə qanunda tam dəqiq deyə bilməyəcəm. Qanunda elə bir bəndlər və yaxud elə bir dəyişiklik olmalıdır ki, avansla işləmək qaydası formalaşmalıdır. Nisyə yox. Nisyə olmamalıdır avansla. Bu bir tərəfi. İkinci tərəfi. Məhkəmə proseduru daha tez olmalıdır, çevik. Yəni bir sahibkarı məhkəməyə verirsə, hesabı dondurmalıdırsa, bu ani olmalıdır. Yoxsa bizdə necə olur? Akt təhvil təslim xidməti verir, elektron qaymə kəsilir,
aktı təsdiqlətdirməlidir, sonra məhkəməyə müraciət etməlidir. O da təbii ki, dövlət də vergisini alır. Yəni burada dövlət bəli, əvvəlcədən vergisini alır. Sahibkar pulunu almayıb, amma dövlət də vergisini alır. Sahibkar müraciət edir, məhkəmə prosesi gedənə kimi qarşı tərəfin xəbərdarı olur. O artıq A şirkətindəki hesabı boşaldır. B şirkətinlə müqavilələri dəyişir. Çünki aktı təsdiqləməyib bax qarşı tərəfə, çünki o pulu almayıb. Onda da heç nə. Məsələ 6 ay 1 il çəkir. Bu gün pulun 100 manat sizdən alıramsa, onun bu gün dəyəri var. 8 aydan sonra mən o pulu alacağamsa, onun dəyəri yoxdur mənim üçün. Çünki o dəyərini artıq itirib. Bu gün hər bir sahibkar durumdan çıxmaq üçün planlamasını düzgün aparmalıdır, məsuliyyətli olmalıdır və biznes mühiti sağlam formalaşması üçün hamı real pul əsasında xidmət alıb satmalıdır. Nisiyə yox. Bu gün bütün biznes nisiyə üzrə qurulur, ümumiyyətlə. O çox pis məqamdır. Nisiyə ilə biz qabağa getmirik. Burada kimlərdir? Kiçik, orta sahibkarlardır, yoxsa illərin şirkətləri də var? Fərqi yoxdur, hamısı. Yəni nisiyə nə vaxt ola bilər? Maksimum 20 gün, o da tanıdığınız, illərlə işlədiyiniz adamlar arasında. Qarı 3 ay, 4 ay, 5 ay, 6 ay bu nə biznesi? Özü sahibkar neyinir qarşı tərəf? Sizə verəcəyi pulu vermir. Gedir qıraqda yeni maşın yeni alır, biznes qurur, istirahət edir. Bu ədalət. Nəsə olub bu. Eyni olur. Bəzən olur hadisə baş verir, WhatsApp-da status atırsa da. Eyni şey baş verir. Ədaletsizlikdir bu. Ümumiyyətlə Azərbaycanda əfsuslar olsun ki, yəni bu daha çox geniş yayılıb. Sənə borcludur. Baxsan görürsən ki, sənin pulu ödəmir. Amma baxsan Şri-Lankada istirahət eləyir. Və yaxud da ki, Maldiv adalarında istirahət eləyir. Baxsan deyirsən ki, mən pulumu ver, sonra get istirahət elə. Yəni var bəzən. Problem odur ki, o normal qəbul eləyir bunu. Yəni sizə borclu olmağı normal qəbul eləyir. Yəni verəcəm də. Hə də, qaçma. Bizdə bir o vaxtdan gələn atalar sözləri falan da var da, kişinin kişiyə borcu olan məsələsi biraz ruhlandırır adamı. İnkişaf eləməyəcək. Valla. Bu gün olsun. Danışmışıq 100 manat, bu gün 100 manat ödənilməlidir. Boklar əlavə gəlir mənbəyi əldə etmək üçün nə vaxtsa öz səhmlərini buraxacaqlarmı? Yəni istiqraz olsun, səhm olsun. Əslində qalsa biz çoxdan istiqrazlarımızı buraxmışdıq. Bəli, bu əgər bizim də əlavə ehtiyaca, vəsaitə ehtiyac duyulsa biz buraxacağıq istiqrazımızı və əhalidən də daha cazibədar təkliflər eləyərik əhaliyə ki, bizim istiqrazımızı alsın. Amma bunun üçün bir söz deyim də, bizim fond birja formalaşmalıdır, mühit yaranmalıdır. Bilirsiniz necə? Bugün bir söz dediniz. Dediniz ki, Sabir, yaxşı, mənim sıfırdan biznes. Bax, indi gəldi, çıxdıq dediniz məsələ. Əgər özünüzə belə güvənirsinizsə, belə know-how ideyanız varsa, məhsul, super patentli məhsulunuz varsa, onda nə olmalıdır? Siz açıq şirkətinizi təqdim edirsiniz birjada. Bəli. Məni kimi deyirsiniz ki, tamam, mənim şirkətimə səhmini al və mən də baxıram ki, hə, sizin şirkətin gələcəyi var 5 ilə. O səhmlə alıb sizin biznesiniz üçün ilkin kapitalı mən əhali olaraq insanlara yatırmalıyam. Bax, bu Amerikada fakt müşahidə olunur. Müşahidə olunur bu məsələlər və hətta onlardan investorlar üçün də açıq müəyyən bir klublar var ki, sən müəyyən investorları toplayıb orada təqdimatlar və s. Böyle biznesin payçı kimi satırsan bir hissəsini. Bizdə də bu var, amma çox qapalı məsələdə keçirilir. Yəni tutaq ki, yeni startaplar yaranırsa, bir neçə indi startap hublarını nəzərə almasaq, ümumiyyətlə insan bilmir ki, bir ideya varsa onu özünə investor necə tapım. Yəni investor tapmaqda bu çətinlik məsələləri də var. Bizdə həm də investor tapanda təəssüflər olsun ki, onların yanaşması da biraz Azərbaycan sayağı olurlar. 3 aya pulunu geri istəyir. 3 aydır pulumu geri almaq istəyirəm və üstə gəl ki, pulu mən verdiyimə görə 80% şirkətin sahibi mən oluram. Sən mənimsən. Hətta mənim deyir, bir dənə xalam oğlu var, nə yaxşı bu ideyanı verdin, işləmirdi, maliyyəni qutarıb, Uniki, gəlsin sənin şirkətində yeni açılmış startup şirkətdə mühasib kimi də çalışsın. Yəni belə məsələlər var. Bu arada yeri gəlmişkən dostlar, siz də bilin ki, artıq Azərbaycanda leasing adı olmayacaq şirkətlərdə maliyyə icraçısı belə bir təşkilatlar leasinglərin adı dəyişildi. Bu məsələ də var, xəbərdar ola bilərsiniz. Və xatırladım ki, hər bir məsələnin əsas yolu bu qənaətdən keçməkdir. Yəni sahibkar olanda da, işə başlanda planlanma və planlanmanızı vaxtında düzgün qura bilərsiniz. Sabir bəy, bir sual da verin. Biz sahibkarlıqdan falan danışırıq bayaqdan. Bir
bizdə bir ənənələr var belə, köhnə ənənələrlə davam edən sahibkarlıq, bir də yeni nəsil formalaşır da, yox. Yeni nəsildə dəyişən nədir? Heç olmasa o dediyiniz faktorların fərqli olduğunu biz görə bilirik. Zoomer sahibkarlarla, yəni Başa düşdüm. milyonal sahibkarların fərqi nədir? Əslinə qalsa o dediyiniz mühitdə yeni sahibkarların bəli yeni baxış bucağı var. Yəni onlar da nisiyə götürürlər. Onlar daha çox öz kapitalına, öz biliyinə arxalanıb biznesi qururlar. Amma təsvir olsun, onlarda da dediyiniz məqam var. Tam istədiyimiz kimi deyil. Çünki yeni köhnə fərq etmir. Bu biznesdir. Biznesin bir qaydası var. O da sağlam olması üçün pul. Yəni dediyim formada nisiyadan çalışmalıyıq, uzaq olsun. Qarşı tərəf müqaviləni hörmət etmək üçün avans, banklar burada rol oynamalıdır, qarantlar olmalıdır. Yəni bank tək kredit məhsulu üzrə çalışmamalıdır və yaxud qeyri-faiz gəlirləri mi, ya əməliyyatlar üzrə gəlirlər formalaşmalıdır. Bankın qarantiya məktubları, qarantiya kağızlar üzrə biznes dövr eləməlidir. Hansı ki arxalanır pul girovuna. Və bu budur. Əmlak pul girovuna. Onda necə olur? Sağlam olur. Yəni üzr istəyirəm, nə qədər də ağır olsa da mən bu sözü demək istəyirəm. Bu gün əgər biz hər bir insan sağlam bir insanla ailə qurmaq istəyir, sağlam evladı olmasını istəyir, sağlam dostdur. Düzdürmü? Bəli. Biznesdə də onun kimi. Sağlam partnyor o deməkdir ki, məsuliyyətlidir, intizamlıdır, planlamasını apara verir və pulu var. Onlardan biri yoxdursa, onda sağlam deyil. Yəni insanın pulu var, amma məsuliyyətsizdir. Çox maraqlı bir məqamdır. O da ödəniş eləməyəcək yenə. Deyir ödəmirəm də mən ləzzət alıram əziyyət verməkdən. Aracıdır. Yəni bu elə bir şeydir ki, dördü də olmalıdır da. Çox belə geniş mövzudur. Adam qalır bilmir nə desin. Bilirsən nə yox. 5 saat Bir söz var, deyir belə dədəm var, elə nənəm var məsələsi. Burada belə bir məsələ var. Bu bəyin oğurlanmasında bu deyir İsrafillə Əhmədin söhbəti olur. Deyir ki, Əhməd nə qədər pulun var? Deyir 800 manat. Deyir bərəkallah, deyir bir dənə inək alırsan, bir dənə buzo, bir dənə də kəllə qoyun və salam da deyir oldun varlı adam, yəni sahibkar. Yəni burada məsələ bitmir dostlar. Bəli. Biz bu günləri bunu çalışırıqsa anladaq ki, yəni işə başlamaq üçün müəyyən bir məsələlər var ki, planlanma işləri əsas vacib məsələlərdən biridir, xüsusi olaraq sahibkar üçün. Bir sonda bir sual, deyək ki, mən sahibkaram, bir bizneslə məşğulam. Planlanmanı necə düzgün etməliyəm və yaxud da edə bilmirəmsə nələrə tövsiyə edərsiniz ki, mütləq bunları baxım, öyrənim və yaxud da oxuyum? Qəşəng sual verdiniz. İnsan əgər ailəsini, büdcəsini idarə edə bilirsə, şirkətini də idarə edəcək. Planlama düzgün olması odur ki, sən qara günə həmişə ehtiyatda likvidli vəsaitin olmalıdır. Yəni əgər sənin dövrən 100 manatdırsa aylıq, sənin xərcin 20 manatdırsa, təxmini 60 manat həmişə hesabında pul olmalıdır. Sən o 60 manatı heç vaxt şirkətin inkişafına xərcləməməlisən. Yaxşı bir misaldır, bir də təkrar eləyə bilərik. Yəni tam 100 manat dövrəsi var, 20 manat xərci var. Yəni əsas sahibkar ayağa qalmaq üçün o xərclərini bağlamağa vəsaiti olmalıdır. 60 manat 3 aylıq qədər xərcin ehtiyatı olmalıdır. Ki o 3 ay vaxt qazansın ki olur da qarşı tərəf pulunu ödəməsə. Bu vəziyyətdən çıxış yolunu tapa bilsin. Zaman. Ən düzgünü zamandır. Zamanı ötüşdürə bilsə normal olacaq. Amma bu gün sahibkarın 20 manat xərci var, hesabında 0 pulu var. Nə əfsuslar olsun ki, bizdə belə adamlar daha çoxdur. Sabir bəy, çox sağ olun. Çox təşəkkür edirəm. Minnətdaram sizə. Biraz çox danışdım. Yox, elə yaxşı danışdıq əslində. Praktik tərəfini danışdım. Qanundur, qayda. Yox, yaxşı məsələdir. Bu günə bu qədər. Təşəkkürlər. Sabir bəy, çox sağ olun, gəldiniz. Siz sağ olun ki, dəvət elədiniz məni. Xoş idinizdən söhbət eləmək. Mən düşünürəm ki, bu barədə ümumiyyətlə daha geniş, ətraflı bir neçə dəfə söhbət etmək lazımdır. Bəli, mən həmişə hazıram. Sizi çox sevirəm. Çox sağ olun. Sizi, izləyiciləri də çox sevirəm. Çox sağ olun. Daha yaxşı olaq. Bilirsiniz, məqsədim odur ki, danışaq, amma nəticə çıxardaq. Daha yaxşı olmağa çalışaq və daha məsuliyyətli olmağa çalışaq.
Bax belə dostlar, sabahları eşidilmə ümidi ilə yaddan çıxarmayın ki, sabahları seyfdə 650 manat pulumuz var.